Bu videomuzda sizə Dinamarka avtomobili təqdim etmək istəyirəm. Birinci avtomobilimiz Hyundai Santa Fe'dir. Salonu dəri salondur. Luku da var, işlə vəziyyətdədir. Yürüyüşü 147.000 kilometrdir. Orijinal yürüyüşdür. Yürüyüşü orijinal. Dəri salondur. Neçə motor? 2.7. İli? 2007-ci il 2.7 motordur. Benzin. Neçəyə? Motorunda kalkasında nasıl problem var? Problemi yoxdur. İstəsədən hər yerdə yoxdur. Vurur, udarı, dəyişini kalır. Udar. Motorunda problem yok da. Heç bir problem. Motor, xadavı, parıqda heç bir problemi yoxdur. Sürü pası yoktur. Heç bir. Əlaqə nömrəsi 050 415 07 85. 0785. Bir də maşın qiyməti Maşının qiyməti 18.000 real alıcıya da endirim olacaq. 18.000 inşallah maşın qiyməti deyilir. Real alıcı olsa da maşının yanında endirim olacaq. Gəlin də usta ilə gəlsin də. Usta ilə. Yoxdur, istəyir usta ilə gəlsin, istəyir kimlə gəlsin. Harada da istəyir maşını yoxlatdıra bilirlərlə. Nə xərc olsa sizlərdən qarşılar. Dostlar, barterdə mümkündür. Kimindən maşını varsa təklif eləyə bilər. Dostlar, sizə növbəti bir avtomobil təqdim edeyim. Kia. Maşın xanım maşını olub. Çox səliqəli vəziyyətdədir. Çexolla üzlənib. Yürüyüşü 198.000'dir. 2015-ci ildir. Altına 4 tane stəkeləri var. Məlumatlarını verəsiniz. Məlumatlarını. 2015 1.4 doz motor, ideal vəziyyətdə, maşında vırıq udar yoxdur. 16.300. 6200. Bunlar inşallah bir az olsa şey olur. 197.000 kilometr sizə belə bir Kia təqdim edirəm. Dəri salonlandı. Çox səliqəli bir vəziyyətdə maşındır. 4 tane tezli tekerləndir. 2019 5 klaska, ideal vəziyyətdə 19.700. 19.700. 1.6 dizeldir. Bezetaldır. Bəli, belə deyirsən, zavod 19.700. Kia K3 istəyən dostlarımız varsa kommentdə rəy formasında yaza bilər. Dəyərli izləyicilər, sizə növbəti bir avtomobili təqdim edeyim. Toyota Prius. Məlumatlarını verəcəm Tomsa. 2006-cı ildir. Aha. Heç bir problemi yoxdur maşının. 11.700. 11.700. Neçə düymədir? 4 düymə. JBL kolonka, 4 düymə. Batareyka, ABS necədir? Qaydasındadır, hər şey super. Hamısı qaydasındadır. Əlaqə nömrəsini deyirsiniz? 051 322 07 77. 077 77.
Bir də maşın qiyməti isə 11700. 11700 manat maşın qiyməti deyilir. Real alıcı olsa aşağıda olacaq. Altında da 4 dənə təzə təkərlər var. Bu isə avtomobilin görünüşü. Dostum, növbəti bir avtomobili təqdim edeyim. Hyundai Tucson 2008-ci ildir, 215 min yürüşdür. Lüklandır, dəri salonlandır. Namata verəsi 4 çəkəndir. Neçə motor? 2 motor benzin. 2 motor benzin. Qiymət nə qədər deyir? 16500. 16500 manat qiymətdə deyilir. Real olsa şeydə olacaq. Motorunda, karobkasında heç problem var. Atıb eləyir. Heç bir problem yoxdur, vurğularda yoxdur. Vuruqlarda yoxdur. Aha. Bezital. Bezital. Motorunu yazatmır da. Əlaqə nömrəsi 051 387 76 24. Dostlar, sizə növbəti bir avtomobili təqdim edeyim. Hyundai i30. Salonu səliqəli vəziyyətdədir. Yürüşün səli 294. 294 mində orijinal yürüşdür. Mexanik sürətlər qutusudur. Məlumatlarını verəsiniz. 2011-ci ildir. 1.4 motor, benzin. Qiymətini də 13 minə deyirəm. 13 minə inşallah sahibi qiymətini deyir. Reallıq olsa endirim olunacaq. Bir də əlaqə nömrəsini deyirsiniz. 070 630 84 74. 84 79 4. 74. Altında 4 dənə təzə təkərləri var. Bu isə avtomobilin görünüşüdür. Bu isə avtomobilin arxası. İstəyən olsa zəng edib sahibinə əlaqə saxlaya bilər. Dostum, növbəti bir avtomobil təqdim edeyim. Chevrolet Cruze. Gözəl diz təkərləndir, təzə təkərdir. Məlumatlar verə bilərsiniz. Məlumatlar. 2014 1.4 Vinkod da təmizdir. Avtomat korobkadır. Qiymət 13800 deyilmişdi. 13800. Vuruqlar dəyişən. Vuruqları dəyişən heç nə yoxdur. Neçə motordur? 1.4 Motorunu Tuning modeldir. Yox, motordur, korobkadır. Perodoktu idealdır. Yürüyüşün səli 211 mində yürüyüş. 211 min. Əlaqə nömrəsini dediniz. 070 497 98 99. Maşınlar da qalır. Sumqayıtda. Maşına Sumqayıtda baxa bilərsiniz dostlar. Dəri salonunda. Steyn qızdanı, lüku da var, işləkdir. Dostlar, növbəti bir avtomobili təqdim edeyim. Chevrolet Cruze. Salonu, parça salonunda səliqəli vəziyyətdədir. Yürüyüşü 183 min. 183 min. Orijinal yürüyüşdür. 2014. 2014-cü ildir. Altında 4 dənə təzə təkərləri var.
V8 turbodur. Turbosunu zaten tanımıyorsunuz. 11600 qiyməti deyilir. Ya az olsa aşağıda olacaq. Əlaqə nömrəsi 7051. Hər bir funksiyası işlətdir. Motorunda yağ azaltma azal yoxdur. Dəyişiklik olub. Dostlar, növbəti bir avtomobili təqdim edeyim. Hyundai Sonata. Mamata biraz tanıtılsa. İli 2011, 2 turbo motor, 2-nin sağla yağ nasosuna əvəz olunubdur. Maşın heç bir problem yoxdur. Real alıcı da olsa indirim olunacaq qiymətlə. Android monitoru quraşdırılıb. Lüku var, işlər əvəzlədir, dəri salonlandı. Qiymət neçə deyirsiniz? 17.300, 17300. Probeg neçədir? 148 min 148.000 orijinalda. orijinal. Vırıq o da heç nə yox. Burada yoxdur. Motor neçədir? 2 turbo motordur. 2 turbo. 2-nin sağla yağ nasosuna əvəz olunub. Motorunda yağ azaltma yoxdur ki. Yox, yox, təptəzə. Sürətlər qutusunda atma. Yox, heç nə yoxdur. Çöldən də avtomobili təqdim edək. Allah kəmin üstünü xahiş edə yesin. Altında 4 dənə təzə çənləri var. Biz avtomobilin arxası. Əlaqə məsələdir. 51, 913, 75, 75. 75-75.